Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə ABŞ 17-20-ci əsrlərdə olan mövzu haqqında danışacağıq. Dedik ki, artıq Kristofor Kolumb gəldi bu Amerika qitəsini kəşf eləyəndən sonra artıq nə baş verdi? Avropalılar burada müstəmləkələr uğrunda mübarizəyə başladı. Məsələn, İspaniyadır, İngiltərədir, Portuqaliyadır, Fransadır. Bunlar daha çox fərqlənirdilər. İndi biz danışaq nədən? Amerikada ilk ingilis məskənlərinin salınmasından. Deyirik ki, kim idi bax burada gəlib məskən salanlar Şimali Amerikada? Əsasən bax bu Avropada baş verən müharibələrdir, yoxsulluqdur, dini təqiblərdir, zülmlərdir. Bunlardan xilas olmaq istəyənlər idi ki, onlar Amerikaya axışırdılar. Və dedik ki, nə baş verdi? 1607-ci ildə Şimali Amerikanın şərqində, yəni bax bu ərazidə, Atlantik okeanı sahillərində nələr yaranır? İngilis koloniyaları, yəni İngilis məskənləri yarandı. Bəs yaxşı, bu 17-ci əsrdə İngiltərədən Şimali Amerikaya köçüb gələnlərin əksəriyyəti kimlər idi? Bir, torpaqsız kəndlilər idi. Yeni torpaqlar əldə etmək üçün gedirdi. Bir də ki, təriqətçi və bidətçilər, yəni bu dini təqiblərə məruz qalanlar idi ki, bunlar köçüb gəlib burada məskən salırdılar. Dedik ki, ilk vaxtlar nə qədər oldu? 13 dənə İngilis koloniyası var idi Şimali Amerikada və onlar birlikdə Yeni İngiltərə adlanırdı. Yaxşı, ümumi Şimali Amerikada məskən salan Avropalılar kimlər idi? Əsasən deyir ki, İspaniya, Portuqaliya, Fransız, Alman, Holland, İngilis. Bax, buralar idi ki, gəlib bu Şimali Amerikada məskən salırdılar. İndi bax bu İngilis koloniyaları haqqında danışdıq. Yazmışıq ki, İngilislərin hindularla toqquşmaları. İlk vaxtlar vəziyyət yaxşı idi. İngilislər gəlirdi bura. Bunlar da hətta bu yerli halində qırmızı dərilər və yaxud da qızıl dərilər adlandırırlar. Hindular adlandırırdılar ki, onlar qəbili icmasında yaşayırdı. Əsasən deyirik ovçuluqla məşğul olurdu və qismən də əkinçi ilə məşğul olurdu ki, Avropadan gələnlər də bunlardan tütün əkib becərilməsidir, eyni zamanda qarğudalı becərilməsidir. Bunları öyrənirdilər. İlk vaxtlar deyirik vəziyyət yaxşı idi, amma sonradan bunların münasibətləri pisləşir. Nə idi səbəbi? Bax bu İngilislərin hindularla toqquşmalarının səbəbi nə idi? Deyir ki, məsələn, İngilislərin hindularla bu şeylərin torpaqların zəbt edirdilər. Eyni zamanda onlara qarşı amansız rəftar edirdilər. Bəs nəticəsi nə olur? Heç nə. Hindular məğlub olurlar, böyük əksəriyyəti soyqırıma məruz qalır, yəni məhv edilir və yerdə qalanlar da o çətin ərazilərə, yəni qərbə doğru sıxışdırılır. Yaxşı, bəs belə bir sual düşdü ki, niyə görə hindular, yəni yerli əhali gəlmə Avropalılara məğlub oldu? Çünki həmin o hindu qəbilələr arasında necə deyərlər, birlik yox idi, həm də ki, odlu silahları yox idi da, pis silahlanmışdı. Avropalılar bura odlu silahla gəlmişdilər. Yaxşı, koloniyalar arasında fərqlər yazmışıq. Bəli, əsasən nə idi? Deyirik ki, şimal koloniyalarında torpaq münbit deyil idi, qış uzun çəkirdi, hava soyuq idi. Ona görə də əsasən nə idi? Manufakturalar, emalatxanalar bu şeylər inkişaf eləmişdi. Yəni ticarət, sənətkarlıq inkişaf eləmişdi. Bəs cənub koloniyalarında vəziyyət nə cür idi? Yəni şimal koloniyaları buradır, cənub koloniyaları da buradır. Demək yaxşı, cənub koloniyada vəziyyət nə cürdür? Heç nə. Orada artıq torpaq münbit idi, hava şəraiti əlverişli olduğuna görə tütünçülük idi, qarğudalı yetişdirilirdi, çəlti əkirdi. Yəni plantasiyalar salınırdı da və eyni zamanda da qul əməyindən istifadə olunurdu. Düzdür, bunlar istəyirdilər hinduları qula çevirsinlər, amma hindular buna razılaşmadığı üçün məcbur qalıb Afrikadan qaradərli insanları zorla bura gətirirdi. İlk qaradərli qullar bura nə vaxt gəldi Afrikadan? 1619-cu ildə gəlir də, Holland gəmisi ilə hətta neynədir gətirildi və bununla da deyir ki, qul alveri getdikcə genişləndi. Yaxşı, bura yazmışıq ki, koloniyaların idarə edilməsi. Bəli, koloniyalar İngiltərə kralının təyin etdiyi qubernator tərəfindən idarə olunurdu və bundan başqa hər bir koloniyada məclis fəaliyyət göstərirdi ki, məclisin işi nə idi? Əsasən daxili qanunlar qəbul edir, bir də vergiləri müəyyənləşdirir. Amma qubernator nə edə bilərdi? Məclisin qərarını ləğv eləyə bilərdi. Eyni zamanda bura yazmışıq ki, 7 illik müharibə. Bəli, 1756-1763-cü illərdə olub. Biz bunu Fransa tarixindən danışanda dedik. Tərəflər kimlər idi? Şimali Amerikadakı ingilislərlə fransızlar. Bəs yaxşı, 7 illik müharibənin səbəbi nə olur? İngilis-Fransız rəqabəti, yəni müstəmləkə uğrunda mübarizə idi. Nəticəsi də olur ki, İngiltərə qələbə çalır,
Şimali Amerikadakı Fransız mülklərini, yəni məsələn Kanadanı ələ keçirir və eyni zamanda hətta biz demişdik ki, Fransa mövzusundan danışanda Hindistanda da Benqaliyanı ələ keçirdi. Bu da qeyd eləmişik ki, müstəmləkə siyasəti. Nə deməkdir bu? Bax, belə bir məqam var ki, artıq 7 illik müharibədən sonra dedik axı İngiltərə qələbə çaldı. Amma buna baxmayaraq müharibə əlavə xərclər istədiyinə görə məcbur qalır koloniyada yeni vergilər tətbiq eləyir. Və eyni zamanda bir neçə qadağalar qoyur onlara. Nə idi qadağalar? Niyə qadağalar qoydu? Çünki müstəmləkə siyasəti idi. İstəyirdi ki, daim özündən asılı vəziyyətdə qalsın. Bunlar hər şeyi istehsal eləsə artıq ehtiyacı qalmır da İngiltərəyə. Amma İngiltərə bura xam malın bazası və satış bazarı kimi baxırdı. Gəlib hazır xam mal aparırdı, hazır məhsulu hazırlayıb baha qiymətə bunlara satırdı. Ona görə də bunlara qadağalar qoyur. Deyir ki, qərbə doğru köçə bilməzsiniz, eyni zamanda dəmir məmulatları hazırlaya bilməzsiniz, parça toxuya bilməzsiniz. Yəni nədir bu? Bunların hamısını hazır biz gətirəcəyik sizə. Siz sadəcə olaraq bizə xam malı verin. Və eyni zamanda artıq deyirik ki, 18-ci əsrin ortalarında İngiltərə parlamenti yeni qanun verir ki, nədir? Başqa ölkələrlə ticarət əlaqələri məhdudlaşdırılsın. Bu da məqsəd nə idi? Fransanı, Hollandiyanı zəiflətmək. Çünki deyirdi ki, Holland mallardır, Fransız mallardır, bunlar üzərinə daha yüksək vergi qoyulurdu. Hətta bundan başqa biz möhür qanunundan danışırıq ki, 1765-ci ildə İngiltərə parlamenti möhür qanunu verir. Nə idi söhbət? Koloniyaların əhalisi sənətdir, qəzetdir, nə bilim, kitablar, nələrdir, nəysə. Məsələn, bizdə şəxsiyyət vəsiqəsi almırıq. Onlarda da elə sənətlər var idi ki, onları əldə etmək üçün, onlara möhür vurdurmaq üçün əlavə pul ödənməli idi. Lakin bu da insanların xalqlı narazılığına səbəb olduğuna görə deyirik ki, sonradan ləğv edildi. Eyni zamanda bura qeyd eləmişik Boston çay qonaqlığı. Bəli, 1773-cü ildə olur Boston çay qonaqlığı. Məsələ nə idi? Artıq İngiltərə koloniyalara nə etmişdi? Qadağalar qoymuşdu, vergiləri artırmışdı və bu koloniyada yaşayanlar da bundan razılaşmırdı. Müşavirə keçirlər, deyirlər gəlin İngilis mallarını boykot eləyək. Yəni onları almayaq. Boykot eləyək, bu da artıq ingilislərə sərf eləmir. Axı onlar da nə etdilər? Hind şirkəti var idi. Dedi mən ucuz qiymətə çay aparıb satacağam orada. Boston limanına gələndə həmin bu koloniyada yaşayan ingilislər hindu geyimlər, yəni özlərindən atırlar da, deyirlər hindular eləyib. Hindu geyimindən gəldilər, həmin o çayları nə etdilər? Onların əlindən alıb körfəzə boşaldırlar. Və artıq nə edir? İngiltərə cavab olaraq deyirik ki, Boston limanını bağladı. İndi gəlin danışaq nədən? İstiqlaliyyət müharibəsindən danışaq. Bəli, 1775-ci ildən düz 1783-cü ilə qədər davam eləmişdi İstiqlaliyyət müharibəsi. Bəli. Burada nədən danışa bilərik? Deyir, ümumiyyətcə bu müharibənin gedişində koloniyadakı əhali iki hissəyə bölünür. Biri istiqlaliyyət tərəfdarlarıdır, bir də əleyhdarlar, yəni istəməyənlər. Və dedik ki, bu azadlıq mübarizəsinin başında kimlər durdu? Biri burjuaziya idi, bir də plantatorlar. Plantatorlar da demişik də nədir? İri torpaq sahibləri idi. Bəli, həmin vaxtı burada biz qeyd eləmişik ki, Philadelphia konqresi keçirildi və George Washington nə idi? Azadlıq ordusunun komandanı təyin elədi və hətta 1776-cı ilin 4 iyulunda İstiqlal bəyannaməsi qəbul olundu ki, bununla da deyirik Amerika Birləşmiş Ştatları yarandı. Belə o gündən bəri 4 iyul ABŞ-də İstiqlal günü kimi qeyd edilir. Yaxşı, bu İstiqlal bəyannaməsinin yazmışıq məzmunu. Gəlin görək İstiqlal bəyannaməsinin məzmunu nə idi? Heç nə. Şimali Amerikada dedik axı 13 İngilis koloniyası vardı. Onlar İngiltərədən ayrılıb müstəqil oldular. Hər bir koloniya ABŞ-də birləşdi. Yəni Amerika Birləşmiş Ştatlarında birləşdi. Yəni ABŞ yarandı da bir növ. Və dedilər ki, hakimiyyətin mənbəyi xalqdır. Haqq nə etməlidir? Hamımız bərabər yaranmışıq. Eyni zamanda işğalçıları ölkədən qovmalıyıq. Yəni bu kimi məsələlər var idi ki, amma İstiqlal bəyannaməsinin də məhdud cəhəti var idi. Nə idi mənfi cəhəti? Deyirik, qullara və hindulara hüquqları nəzərə alınmadı bunların. Yəni qulların və hinduların da hüquqları nəzərə alınmaması həmin İstiqlal bəyannaməsinin mənfi cəhəti idi. Gəlin müharibənin gedişindən danışaq ki, biz bura Saratoga döyüşü yazmışıq. O döyüşdən əvvəl nə baş verir? Əvvəlcə İngilis ordusu, təlim görmüş ordusu gəlir, bunları bir neçə dəfə məğlubiyyətə uğradır. Amma buna baxmayaraq bunlar deyirik Boston limanını azad edirlər. Bunun ardınca ingilislər gəlir, New Yorkdur, Philadelphia'dır, bunları tutur və nəhayətində 1777-ci ildə Saratoga döyüşü baş verir. Bəli, həmən döyüş
Bax, sual düşə bilər. ABŞ-nin beynəlxalq nüfuzunu artıran döyüş hansı döyüş oldu? Saratoga döyüşü oldu ki, bəli, həmin Saratoga döyüşündə deyirik ABŞ ordusu qələbə çalır. Və ondan sonra artıq ABŞ konqresi nə edir? Avropa dövlətlərindən yardım almaqdan ötürü Benjamin Franklin var. Onu göndərirlər hara? Avropa dövlətlərinə. Bəli, o da gedir Fransa ilə danışır. Çünki deyir düşmənimin düşməni mənim dostumdur. Fransa İngiltərənin düşməni idi həmin dövrdə. Bu da gedir Fransaya deyir ki, mənə köməklik elə. Bəli, Fransada ABŞ-ni deyir müstəqil dövlət kimi tanıyır, onunla ittifaq və ticarət sazişi bağlayır. Yəni ona borc verir, eyni zamanda fransız qoşunlarını ora göndərir, hərbi gəmilər verir, silahlar verir. Hətta İngiltərənin düşməni olan İspaniya, Hollandiyada ABŞ-yə dəstək verir və bunun nəticəsində ABŞ o boyda İngiltərəyə qələbə çalır. Burada biz yazmışıq ki, fəaliyyətini danışdıq. Yorktown döyüşü. Bəli, 1781-ci ildə olan Yorktown döyüşündə deyirik ki, George Washingtonun ordusu ingilislərin əsas qüvvələrini mühasirəyə alır və ingilislər başa düşürlər ki, mənasızdır döyüşü davam elətdirmək. Ona görə də təslim olurlar və deyirik ki, həmin bax bu Yorktown döyüşü ABŞ-nin İstiqlal müharibəsinin taleyini həll edən döyüş oldu. Və artıq İngiltərə nə oldu? Məğlub olur. Müharibənin başa çatmasından danışanda Versal sarayında sülh yazmışıq. Bəli, artıq 1783-cü ildə ABŞ ilə İngiltərə arasında Parisin Versal sarayında sülh müqaviləsi bağlandı. Nə idi şərtləri? Paris sülhünün şərtləri. Deyirik ki, İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı və eyni zamanda dedik ki, Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər ABŞ-nin sərhədlərinə daxil edilsin. Amma Kanada yenə də İngiltərənin müstəmləkəsi olaraq qalırdı. Qeyd eləmişik ki, ABŞ-nin qalib gəlməsinin səbəbi ABŞ təzə yaranmışdı. Təzə idi də bu. Amma İngiltərənin o boyda müstəmləkələri var idi. Çox böyük bir dövlət idi. Niyə görə ABŞ qələbə çaldı? Məsələn, deyə bilərik ki, Fransanın, İspaniyanın, Hollandiyanın ABŞ-yə dəstək göstərməsi gətdə ABŞ-nin qələbəsinə çıxartdı və eyni zamanda həmin insanların özlərindən də çox şey asılı idi. Onların motivasiyası yüksək idi. Onlar inanırdılar ki, müstəqil olacaqlar və eyni zamanda həmin kolonistlər qaynayıb qarışıb öz vətənləri, Amerikanı öz vətənləri kimi görürdülər. Bundan başqa onlara qarşı, ingilislərə qarşı yandırılmış torpaq taktikasından, partizan müharibəsindən istifadə edirdilər ki, nəticədə ABŞ İngiltərəyə üzərində qələbə çaldı. Yaxşı, konstitusiyanın qəbul edilməsi, bəli, biz 1787-ci ildən danışırıq ki, artıq 1787-ci ildə ABŞ-nin ilk konstitusiyası qəbul olunur. Konstitusiyada nədən söhbət gedirdi? ABŞ federativ respublika elan olunur və hakimiyyət 3 qola bölünür. Yəni hakimiyyətin bölünməsi prinsipi, qanunverici, icra edici və məhkəmə hakimiyyəti və eyni zamanda bu 3 dənə qol bir-birlərinin işini yoxlaya bilərdi. Yəni qanunverici orqan gedib icra edici orqanın işini yoxlaya bilirdi və yaxud da məhkəmə gedib qanunverici orqanın işini yoxlaya bilirdi. Aha, dedik ki, 3 qola bölündü axı. Ali qanunverici orqan, yəni konqres. Konqres nə idi? 2 palatadan ibarət idi. Yuxarı palata senat idi, aşağı palatada nümayəndələr palatası idi. Senat nə idi? Hər ştatın qanunverici tərəfindən yəni seçilirdi 2 nəfər. Senator seçilib senata göndərilirdi. Amma aşağı palata, nümayəndələr palatasının üzvləri birbaşa xalq tərəfindən seçki yolu ilə seçilirdi. Məsələn, prezident kimi. İcraedici hakimiyyətdə prezident idi də 4 ildən bir seçilirdi. İşi nə idi onun? Qanunları icra eləmək idi, xarici siyasətə nəzarət eləmək idi, eyni zamanda orduya baş komandanlıq eləmək idi. Bundan başqa qanunlara da veto qoya bilirdi. Bir də var nə? Ali məhkəmə. O nədir? Deyir ki, bəli, Ali məhkəmənin hakimləri senatın təsdiqi ilə prezident tərəfindən ömürlük seçilirdi. Nə idi? Onlar əsasən verilən qanunların konstitusiyaya uyğun olub olmamasını araşdırırdılar. Yəni bu kimi işlərlə məşğul olurdular. Yaxşı, bir dənə də sual ola bilər ki, ABŞ konstitusiyasına görə federal hökumətə verilən səlahiyyətlər hansıları oldu? Məsələn, vergi toplamaq idi, ordu toplamaq, ticarəti tənzimləmək, milli valyuta yaratmaq və s. Burada qeyd eləmişik ki, biz George Washington, bəli, George Washington deyirik ki, 1789-cu ildə prezident seçkiləri keçirildi və ABŞ-nin ilk prezidenti seçildi George Washington. Və eyni zamanda 1791-ci ildə hüquqlar haqqında bil adlanan ilk 10 əlavə və düzəliş edildi. Nəyə? Konstitusiyaya. Nədən söhbət gedirdi?
Deyir ki, məhkəmənin hökmü olmadan axtarışlar həbslərdə qadağan olunsun və eyni zamanda vətəndaşlara söz, mətbuat, yığıncaq, vicdan azadlıqları, din azadlıqları verilsin. Bu kimi məsələlər öz əksini tapmışdı. Yaxşı, gəlin indi danışaq Thomas Jefferson haqqında. Bəli, artıq biz danışacağıq ABŞ-nin 19-cu əsrdə olan məsələləri haqqında ki, Thomas Jefferson biz bilirik ki 1801-ci ildən 1809-cu ilə qədər ABŞ-nin prezidenti olmuşdu. Neynədir? O başladı öz siyasi qüvvələrdir, eyni zamanda öz rəqibləridir. Onları əməkdaşlığa çağırır. Deyir ki, gəlin birlikdə əməkdaşlıq eləyək və bundan başqa deyirik ki, Luziana ərazisini var idi ki, onu Fransadan satın alır və ABŞ-yə birləşdirir. Neçənci ildə? 1803-cü ildə. Çünki axı dedik, ora İspaniyanın idi. Onu verirlər Fransaya və ABŞ istəmirdi ki, onun cənubunda İspaniya zəif idi, amma həmin dövrdə Fransa güclü idi də, Napoleonun dövrü idi. Ona görə də Napoleonun başı qarışır Avropada, istəmir ABŞ ilə araları pisləşsin. Ona görə də Luziananı neynədir? ABŞ-yə satdı. Və eyni zamanda deyirik ki, həmin bu Thomas Jeffersonun dövründə ABŞ-nin ərazisi xeyli genişlənir və onun nüfuzu artır. Ondan sonra başlayır bir neçə tədbirlər görməyə. Məsələn, dedik axı əmlak senzi var idi burada seçkilərdə. Həmin o əmlak senzini ləğv elədi və eyni zamanda borclulardır, məhbuslardır, onlara qarşı humanist qanunlar qəbul olundu. Bundan başqa deyir ki, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımlar atdı və ölkənin qərbində boş torpaqlar var idi ki, onların məskunlaşılmasına icazə verdi. Düzdür, istədi ki, köləliyi ləğv eləsin, amma bacarmadı. Niyə? Çünki cənub ştatları var ki, onlar etiraz eləyirdilər. Ona görə də köləliyi ləğv eləyə bilmir. Amma neyinir? Ölkəyə qul gətirilməsini qadağan eləyir. Bu dedik axı, şeydən qul gətirirlər Afrikadan. Onun qadağa eləyə bilir. Eyni zamanda qeyd eləmişik ABŞ Böyük Britaniya müharibəsi. Bəli, 1812-1814-cü ildə olmuşdu ABŞ ilə Böyük Britaniyanın müharibəsi. Nə idi səbəb? Səbəb o idi ki, bəli, bax burada əsas məsələ ABŞ-nin Kanadanı işğal. Kanada yuxarı hissədədir, xəritədə düşmürdü. ABŞ Kanadanı işğal eləmək istəyirdi və eyni zamanda Böyük Britaniya özü bu Amerikadakı keçmiş müstəmləkələrini geri qaytarmaq istəyirdi. Və bunlar getdi, bunlar arasında müharibəyə səbəb olur. Bəli, nə cür başlayır müharibə? 1812-ci ildə ABŞ Kanadaya ordu yeridir. Həmin dövrdə də başı qarışmışdı axı Böyük Britaniyanın, Fransaya başı qarışmışdı. Avropadakı işlərini həll eləyəndən sonra artıq 1814-cü ildə bütün diqqətini yönəldir ABŞ-nin üzərinə və deyir ABŞ-ni tam miqyaslı dəniz blokadasına sala bildi. Ondan sonra hətta Vaşinqtonu da ələ keçirir, lakin Amerikalılar neynədir? İngilis qoşullarını məğlubiyyətə uğradır və 1814-cü ildə Belçikada tərəflər arasında Gent müqaviləsi qeyd eləmişik. Gent müqaviləsi imzalanır. Şərtləri nə idi? Heç nə. ABŞ Kanadaya olan iddiasından əl çəkirdi və Britaniya da ABŞ-yə öz müstəmləkəsi kimi baxmağından əl çəkirdi. Yəni tərəflərin arasındakı müharibədən əvvəlki vəziyyət yenidən bərpa edildi. Yaxşı. Burada biz danışmışıq nədən? Bu nədir? ABŞ-nin şimalı ilə cənubu arasında fərqlər var idi. Bəli, deyirik ki, şimalda nə idi məsələ? Məsələn, şimalda əhalinin çox hissəsi protestant idi, cənubda olan əhalinin çox hissəsi katolik idi. Və bundan başqa şimalda dedik axı, ticarət üçün inkişaf yox idi, daha doğrusu əkinçilik üçün inkişaf yox idi. Əsasən sənaye, ticarət inkişaf eləmişdi və eyni zamanda orada köləlik belə ləğv olunmuşdu. Düzdür, kənd təsərrüfatı var idi, fermer təsərrüfatı inkişaf eləmişdi. Və hətta yerli sənaye inkişaf eləmişdi. Niyə? Çünki İngiltərədən gətirilən mallara ticarətdə qadağa qoyulmuşdu. Amma cənubda məsələ nə idi? Cənubda deyirik ki, əsasən əhalinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu və hətta kənd təsərrüfatında quldarların nə idi bu? Quldarlıq quruluşu geniş şəkildə inkişaf eləmişdi. Yəni onlar əsasən qulların əməyindən istifadə olunurdu həmin cənub şeylərində də, ərazilərində. Bundan başqa biz qeyd eləmişik burada ABŞ-də vətəndaş müharibəsindən bəri 1861-1865-ci illərdə olub vətəndaş müharibəsi. Avram Lincoln hakimiyyətə gələndən sonra Cənub ştatları
Bunu istəmirlər, çünki orada quldarlıq məsələsi yenə qalxmışdı və artıq onlar ayrılırlar ABŞ-dən, Amerika Ştatlarının Konfederasiyasını yaradırlar. Bu da deyir ki, artıq bunlar mərkəzdən qaçma meyilləridir və 1861-1865-ci illərdə nə baş verdi? ABŞ-də vətəndaş müharibəsi başladı. Bəli, həmin vətəndaş müharibəsində ilk vaxtlar deyirik ki, cənub o ayrılmışdı var da, bu cənubluların yaxşı idi, döyüş şeyləri irəlidə idi bunlardan. Amma sonradan nə baş verdi? Şimal ştatları, bəli, müəyyən, məsəl üçün biz deyə bilərik Şimal ştatlarında generallar təcrübəsiz idi. Amma artıq təcrübəli generallar gətirilir və hətta hökumət vəziyyəti dəyişməkdən ötürü müəyyən tədbirlər gördü. Məsələn, 1862-ci il deyə bilərik biz. Homesteadlər haqqında qanun verdi. Nə idi homesteadlər haqqında qanunda? Nədən söhbət gedir? Heç nə. Bax, kim ki əgər torpaq becərmək istəyirdisə, cüzi miqdarda ödəniş edib qarşı tərəfdən 65 hektar torpağa sahib ola bilərdi. Və eyni zamanda dedi ki, bu torpaqlarda kölə əməyi ilə istifadə olunması qadağan idi. Və bundan başqa 1862-ci ildə azad olunma haqqında bəyannamə verildi. Nə idi bu? Yəni artıq köləliyin ləğv olunması. Yəni 1863-cü ilin yanvarında ABŞ-də köləlik, quldarlıq ləğv edildi. Kimin dövrünə düşür bu? Abraham Lincolnun dövrünə düşür ki, ABŞ-də köləliyin ləğv edilməsi və nəhayətində 1865-ci ildə Şimal ordusu, yəni ABŞ AŞK ordusunu məğlubiyyətə uğradır, onun paytaxtını tutur və iki hakimiyyətliyə son qoyur. Yəni bir növ vətəndaş müharibəsini sona çatdırır və onun ardınca konstitusiyaya yeni əlavələr olunur ki, 1866-cı ildə. Amma əlavə biz deyə bilərik ki, məsələn, neçənci illərdə 1791, 1886-cı il düzəlişləri olmuşdu. 1791-ci il düzəlişin biz bildikdə nə idi o? Vətəndaşlara söz azadlığı verildi, mətbuat, vicdan azadlıqları verildi, eyni zamanda qanunsuz həbslər qadağan olunur. Amma 1866-cı il düzəlişində artıq nə idi? Dedi axı köləlik zad ləğv olundu. Dedi ki, ölkədə olan bütün qara dərlilərdir, ağ dərlilərdir. Bunlar mülki və siyasi hüquqları var. Yəni bərabər hüquqludur. 1863-cü ildə o quldarlığın ləğvindən sonra 1866-cı il əlavəsindən gedir söhbət. Sonra bunu qeyd eləmişik. Theodore Roosevelt var, bir də Woodrow Wilson var. Bəli, bunlar haqqında da danışaq. Deyir ki, Theodore Roosevelt 1901-1909-cu illərdə hakimiyyətdə oldu. Neynədi o? Dedi ki, iqtisadiyyatı dövlət tərəfindən tənzimləmək lazımdır. Məsələn, bax bu trestlər əleyhinə qanun qəbul eləyir. Trestlər də bildikdə nədir? İnhisarın bir formasıdır, yəni inhisar formasıdır. Bəli, onlara qarşı başladı mübarizə aparmağa. Bundan başqa müəyyən siyasət yürüdür. Məsələn, deyir ki, ümumdünya siyasətində ABŞ söz sahibi olmalıdır. Və bundan başqa Çin digər Asiya ölkələrdir ki, orada ABŞ-nin öz mövqeyini möhkəmləndirir. Və bundan başqa Latin Amerikası ölkələrinə qarşı böyük dəyənək siyasəti yürüdür ki, Avropa ölkələrini deyir ki, Amerikadan ümumiyyətcə sıxışdırıb çıxartmaq lazımdır. Nə idi bu böyük dəyənək siyasətində məqsəd? Heç nə. Deyirdi ki, Amerikada, yəni Latin Amerikasından söhbət gedir də, ABŞ-nin cənubundan söhbət gedir. Latin Amerikasının əsas söz sahibi ABŞ olmalıdır. Və eyni zamanda beynəlxalq aləmdə ABŞ-nin mövqeyi möhkəmlənməlidir. Ona görə də bax həmin Woodrow Wilson, daha doğrusu Theodore Roosevelt müəyyən işlər gördü. Bunun ardınca gəlir Woodrow Wilson 1913-1921-ci illərdə hakimiyyətdə olmuşdu. Onun dövrünə dövr adlandırılır. Yeni demokratiya dövrü adlandırılır. Nə iş görür? Əsasən gömrükdür, bankdır, maliyyə islahatlardır. Bunları keçirir və eyni zamanda sənaye inhisarlar üzərində dövlət nəzarətini gücləndirir. Həmin bax bu Woodrow Wilson.